Rəqqasə Fatimə Fətəliyeva brilliant üzüyünü itirib. Rəqqasə bu barədə sosial media hesabında yazıb. Fatimə zinət əşyasını tapan şəxsə mükafat verəcəyini bildirib. İtən brilliant üzüyüm Robert Coin brendi sərgi məhsuludur. Bu üzüyü tapan və ya məlumatı olan şəxsə mən tərəfdən mükafat veriləcək. Xahiş edirəm, görən və ya tapan əlaqə saxlasın. Qeyd edək ki, söz gedən üzüyün qiyməti 9500 avro, 19000 manat təşkil edir.